binəqədi yeniyetmənin Mavi Balina oyununun təsiri ilə intihar etməsi cəmiyyətdə ciddi təşviş yaradıb. Bu hadisə bir daha göstərdi ki, internetdəki görünməz təhlükələr real həyatda ən ağır nəticələrə səbəb ola bilir. Bəs uşaqları necə qorumalıyıq? Mövzu ilə bağlı missiyada danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, Mavi Balina adi oyun deyil, psixoloji manipulyasiyadır. Predator adlanan şəxslər yeniyetmələrin zəif nöqtələrini tapıb, onları qorxu, tənhalıq və emosional şantajla idarə edir. Mərhələ-mərhələ özünə zərər verməyə doğru sürükləyirlər. Qorxulu videolar, gecə tapşırıqları, gizli mesajlar, bunların məqsədi uşağın psixikasını sındırmaq. Rövşən Nəcəfov qeyd edib ki, bu sadəcə internet təhlükəsi deyil, açıq şəkildə psixoloji hücumdur. Psixoloqun sözlərinə görə uşaqları qorumağın yolu qadağalardan yox, onların yanında olmaqdan keçir. Acı həqiqət odur ki, təhlükənin bir hissəsi evin içində formalaşır. Valideyn telefonunu əlindən yerə qoya bilmirsə, övladından bunu necə tələb edəcək? Uşağın emosional boşluğunu ailə doldurmursa, internet doldurur və bəzən bunu ən qaranlıq fiqurlar edir. Ünsiyyət olmayan yerdə manipulyasiya inkişaf edir. Yeniyetmə bilməlidir ki, başına nəsə gəlsə, ailəsi cəza ilə yox, dəstək ilə cavab verəcək. Ancaq bunun üçün əvvəlcə böyüklər öz davranışlarını düzəltməlidir. Əks halda nə üçün belə oldu sualını yenə gec verəcəyik. Bu hadisə xəbərdarlıqdır. Uşaqların təhlükəsizliyi filtr proqramlarında yox, valideynlərin məsuliyyətində və cəmiyyətin ayıq olmasındadır. Seyrani Quliyeva, Çingiz Abdullayev, Missiya TV.